Herkese salam. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Nuriyeva. Bugündən etibarən sizinlə Azərbaycan dili fənni üzrə ödənişsiz dərslərimizə başlayırıq. Bugün sizinlə danışacağımız ilk mövzu təbii ki, dilçiliyin ilk bölməsi olan fonetika bölməsidir. Gəlin baxaq görək fonetikada biz nələri öyrənirik və test izahlarında testləri daha düzgün yazmağımız üçün bizdə fonetikada nələrə diqqət yetirməliyik. Gəlin ilk öncə görək fonetika nədir? Fonetika bizə dilçiliyin bir bölməsidir və dildəki danışıq səslərini, onların əmələ gəlməsini, yollarını, inkişafını və xüsusiyyətlərini öyrənən bir bölmədir. Fonetika, foni səs, tika isə elm mənasına gəlir. Yəni, səslərdən bəhs olunan elm deməkdir. Yəni, foni sözü Yunan sözüdür. Səs və elm sözlərinin birləşməsində mənə gəlib səslərdən bəhs olunan elm mənasındadır. Siz fonetikada ahəng qanunu, vurğu, heca və sair fonetikanın mövzularını öyrənirsiniz. Fonetikada ən əsası biz danışıq səslərindən bəhs edirik. Çünki dedik, danışıq səs haqqında bir elmdir. Bizdə danışıq səsləri bölünür iki yerə. Yəni, ağız boşluğunda danışıq səsləri maneəyə rast gəlib gəlməməsinə görə bölünür iki yerə. Sait səslər və samit səslər. Təbii ki, sait və samit səslər arasında müəyyən fərqlər özünü göstərir. Gəlin görək bunlar hansılardır. Sait səslər ağız boşluğunda maneəsiz tələffüz olunur. Amma bunun əksinə olaraq samit səslər isə ağız boşluğunda tələffüz olunarkən maneəli tələffüz olunur. Sait səslərə biz deyirik avazlı səslərdir, heca əmələ gətirir. Amma samit səslərin əmələ gəlməsinə nədən istifadə edirik? Biz küydən istifadə edirik. Və təbii ki, hecanın əmələ gəlməsinə iştirak etmir. Hecanı əmələ gətirən bizdə sait səslərdir. Amma onu bir qəlibə salan, formalaşdırsa bizdə nədir? Samit səslərdir. Sait səslər sizdə vurğu qəbul edir, uzun tələffüz olunur. Amma bunun əksi olaraq samit səslərdə isə belə bir xüsusiyyətlər özünü göstərir. Ağız boşluğunda maneəyə rast gəlmədiyinə görə bizdə sait səslər 9 sait səsimiz var. Bunlar da deməli A, E, Ə, O, Ö, I, İ, U və Ü sait səslərdir. Təbii ki, biz sait səsləri təsnif edərkən bir neçə xüsusiyyətinə görə təsnif edirik. Birinci təsnifimiz bizdə qalın və incədir. Yəni, saitlər qalın və incə deyə bölünürlər. Bəzi saitlərimiz dilimizin arxa hissəsində əmələ gəlir. Buna görə də bu saitlərə biz deyirik dil arxası, yəni qalın saitlər. Bəzi saitlərimiz isə əmələ gəlmə yeri. Təbii ki, bu qalın və incə olması həmin saitlərin əmələ gəlmə yerinə görədir. Dilimizin ön hissəsində isə tələffüz olduğuna görə biz bunlara deyirik dil önü saitlər, yəni incə saitlər. Qalın saitlər deməli A, I, O və U saitləri. İncə saitlər isə E, Ə, İ, Ö və Ü saitləridir. Burada istisna məqam kimi E saitdir ki, bu əmələ gəlmə yerinə görə dil ortasıdır. Yəni, dilimizin orta hissəsində əmələ gəlir. Amma biz bunun səslənməsinə görə nə edirik? İncə saitlərin tərkibinə daxil etmiş oluruq. Daha sonra, ikinci təsnif bizdə adlanır, deməli, açıq və qapalı saitlər. Açıq saitlərin tələffüzündə bizdə alt sinəvi dil nisbətən aşağı enir, ağız boşluğu isə gen bir vəziyyət alır. Buna görə də biz deyirik ki, açıq saitlər eyni ilə gen saitlər. Açıq saitlərimiz bizdə A, E, Ə, O və Ö saitləri təşkil edir. Qapalı saitlərdə isə ağız boşluğumuz tələffüz zamanı bizə daralır. Buna görə də biz qapalı saitlərə deyirik dar saitlər. I, U və Ü sizdə qapalı saitlərdir. Yadda saxlayın ki, qapalı saitlər sizdə 4 cür yazılan şəkilçilərin tərkibində iştirak edir. Fikir versəniz, L üstü 4 və Ç üstü 4 şəkilçiləri sizdə 4 cür yazılan şəkilçilərdir və tərkibində sizdə iştirak edir qapalı saitlər. Bizdə saitləri təsnif edirkən 3-cü təsnif bizdə dodaqlanan və deməli, dodaqlanmayan olmasıdır. Dodaqlanan və dodaqlanmayan. Deməli, nəyə görə biz saitləri dodaqlanan, dodaqlanmayan deyə təsvir edir desəniz, dodaqlar bir qədər irəli çıxır və dairə vəziyyət alırsa, bu zaman bizdə dodaqlanan saitlər ortaya çıxır. Amma qeyd etdiyimiz məqam baş vermirsə, yəni dodaqlar sərbəst qalırsa, bu zaman nə ortaya çıxır? Dodaqlanmayan saitlər ortaya çıxır. Dodaqlanan saitlər sizdə O, U, Ö və Ü saitləri. Dodaqlanmayan saitlər isə A, E, Ə, I və İ saitləridir. Biz saitlərdən danışarkən uzun tələffüzdən danışmasaq olmaz. Çünki bizdə dedik ki, sait və samiti təsnif eləyərkən bizdə, fərqləndirərkən daha doğrusu, uzun tələffüzə görə də fərqləndirir. Çünki sait səslər sizdə uzun tələffüz olunur. Bunun əksinə isə samit səslərdə sizdə uzanma hadisəsi özünü göstərmir.
Dilimizdə elə sözlər var ki, tərkibindəki saatin biri digərinə nisbətən uzun tələffüz olunur. Təbii ki, dediyimiz kimi 9 saat səs var. Bunların hamısı sizdə uzun tələffüz olunur. Bizdə ı və ü deməli sait səsləridir ki, bu sait səslər sizdə uzun tələffüz olunur. Amma digər saitlər sözün müxtəlif hecalarına uzun tələffüz oluna bilər. Sizə uzanmanı göstərmək üçün transkripsiyada uzun tələffüz olunan saitdən sonra nə edirsiniz? Qoşan nöqtə işarəsindən istifadə edirsiniz. Məsələn, fikir versəniz, tətil sözündə tələffüz zamanı mən əl səsini uzadıram və bu uzanmanı göstərmək üçün nə edirəm? Transkripsiyanın daxilində uzun tələffüz olunan saitdən sonra nə edirəm? Qoşan nöqtə işarəsini qoyuram. Və yaxud da fikir versəniz, işarə sözünü qeyd eləyək. Mən A səsini uzadıram və bundan sonra uzanmanı göstərmək üçün nə edirəm? Qoşan nöqtə işarəsindən istifadə edirəm. Təbii ki, əgər mənim sözümü tələffüz etdiyim zaman sait səsim uzun tələffüz olunursa və mən bunu transkripsiyanın daxilində göstərmirəmsə, bu zaman mənim tələffüzüm səhv alır. Yadda saxlayın, sözdə təkdə səs uzanması olarsa, bu sözdə yazılış və deyiliş arasında heç bir fərq yaratmır. Tətil və yaxud da işarə sözlərinin sizdən yazılış və deyiliş arasında fərq yarattığını soruşsalar, təbii ki, burada yalnız səs uzanması hadisəsi olduğuna görə, burada sözün yazılışı və tələffüzü arasında heç bir fərq yoxdur. Əgər sizdə sözdə səs artımı, səs düşümü, səs dəyişməsi hadisəsi varsa, bu zaman sizdə nə var? Yazılış və deyiliş bir-birindən fərqlənir. Məsələn, gəlin baxaq. Xasiyyət sözünə fikir versəniz, burada sözün tələffüzündə sizdə A səsi uzun tələffüz olunur və siz tələffüz zamanı edirsiniz, səs düşüm hadisəsinə rast gəlirsiniz. Niyə? Çünki sözün yazılışında olan qoşa yığlardan birini tələffüz zamanı nə edirsiniz? Düşür. Bu səs düşüm hadisəsidir. Dedik ki, sözdə əgər təkcə səs uzanması hadisəsi varsa, bu sözdə yazılış və deyiliş arasında heç fərq yaratmır. Amma xasiyyət sözündə uzanma ilə bərabər sizdə həm də nə var? Səs düşüm hadisəsi var. Artıq burada nə deyirsiniz? Sözün tələffüzü və yazılışı arasında fərq əmələ gəlir. Yəni yazılış və deyiliş bir-birindən fərqlənir. Yadda saxlayın, biz sizə qeyd elədik ki, 9 saat səsdən I və Ü saat səsləri sizdə uzun tələffüz olunur. Amma istisna məqam kimi sizdə Ü saat səsinin uzun tələffüz olunduğu iki söz var. Üfüqi. Fikir versəniz, tələffüzdə mən nə edirəm? İkinci Ü-nü üfüqi şəklində uzun tələffüz edirəm. Bir də digər bir sözümüz var bizdə, cüzi sözüdür ki, cüzi sözündə tələffüz etdiyimiz zaman ü səsi sizdə nə edir? Uzun tələffüz olunur. Digər hallarda isə sizdə ı və ü-nün uzun tələffüz olunmasına rast gəlmirsiniz. Bu təbii ki, bu iki söz sizdə istisna haldır. Daha sonra davam edək. Azərbaycan dilində bütün tələbələrin demək olar ki, ən yaralı yeri sizdə vurğudur. Təbii ki, vurğunu tapmağın, belə deyək də, çox primitiv yolları da var. Təbii ki, bunlar nədir? Vurğu qəbul etmək şəkilçilər. Amma vurğunu tapmağın ən asan yolu sizdə sözü hecalara bölüb, onu düzgün şəkildə hər bir hecanı daha qüvvətli şəkildə tələffüz etməyinizdir. Təbii ki, vurğu qəbul etməyən şəkilçilər bəzi yerlərdə bizim köməyimizə çatır. Məsələn, vurğu qəbul etməyən şəkilçilərdən danışsaq, məsələn, zərf düzəldən ca şəkilçisi var. Məsələn, bilirik ki, bu zərf düzəldən ca şəkilçisi dillərə qoşulur və zərf əmələ gətirir. Məsələn, deyirəm ki, rusca, türkcə. Vurğu qəbul etməyən şəkilçilərdə sizdə vurğunu özü qəbul etmir, bir heca, yəni bir vahid əvvəl ötürür. Məsələn, rusca sözünə fikir versən, dedik ca şəkilçisi vurğu qəbul etmir, vurğunu ötür əvvələ. Türkcədə vurğu düşür ü hecasına. Amma ola bilər ki, elə bir sözlər bizim qarşımıza çıxsın ki, həmin sözlərdən, yəni vurğu qəbul etmə şəkilçilər işlənməsin. Təbii ki, dediyimiz kimi, bunu tapmağın ən asan yolu nədir? Sözü hecalara bölüb, hər bir hecanı daha qüvvətli şəkildə tələffüz etməliyiz. Gəlin baxaq. Kulminasiya sözünü qeyd edək burada sizə. Baxaq. Kulminasiya sözündə mən hər bir hecanı sizin üçün qüvvətli şəkildə tələffüz edəcəm. Təbii ki, burada nəyə baxırsınız? Əgər ki, hər hansısa bir hecanı sizdən vurğu qəbul edirsə, o zaman sizin tələffüzünüz düzgün alınır. Gəlin baxaq. Mən kulminasiya sözünü kulminasiya şəklində demirəm. Fikir versəniz, mən vurğunu birinci hecada qoydum. Yəni, U hecasını sizdə, U saat səsini daha qüvvətli tələffüz elədim. Fikir versəniz, mənim tələffüzüm çox gülüncə alınır. Ona görə U hecası vurğu qəbul etmir. Gələk vurğunu qoyaq ikinci mi hecasına. Kulminasiya. Fikir versiniz, mi hecasını tələffüz etdiyimiz zaman bizim tələffüzümüz düzgün alınmır, yəni gülüncə alınır.
Gəlin vurğumu qoyaq üçüncü hecaya, yəni na hecasına kulminasiya. Fikir verirsiniz, kulminasiya. Sözü tələffüz etdiyimiz zaman sözün tələffüzündə heç bir belə deyək də bir problem əmələ gəlmir. Bu sözümüzün tələffüzü düzgün alınıb. Deməli biz də vurğunu hara qoya bilərik? Üçüncü hecaya qoya bilərik. Gəlin digər hecalara da baxaq. Vurğunu qoyaq. Si hecasına kulminasiya. Görürsüz? Kulminasiya. Fikir verirsiniz, burada artıq mən si hecasını düzgün tələffüz etmirəm. Yəni vurğu bura düşdüyü zaman mənim tələffüzüm alınmır. Və yaxud da gətirib sona qoysanız kulminasiya. Fikir verirsiniz, kulminasiya alınanda da düzgün tələffüz əmələ gəlmir. Mən də vurğunu düzgün hara qoyuram? Üçüncü hecaya, na hecasına qoyuram vurğunu və fikir verirsiniz ki, mənim tələffüzüm düzgün alınır. Biz dedik ki, sözdə nə var? Vurğu qəbul etmiş şəkilçilər var. Yəni siz hər zaman belə deyək də vurğunu şəkilsi ilə tapmayın, yəni. Ən asan yolu, yəni belə deyim də optimal yolu sizdə hecalara bölərək onu hər bir hecasını daha qüvvətli tələffüz etməyinizdir. Yəni bu zaman sizin tələffüzünüz düzgün alınırsa, vurğunu çox rahatlıqla tapacaqsınız. Məsələn, gəlin baxaq. Tələbə sözü, tələbədir və bir də baxaq tələbəlik sözünə. Fikir verirsən, mən tələbə sözünü çox rahat, yəni çox belə deyim də, səlis şəkildə tələffüz etdiyim zaman tələbə. Vurğu hara düşür? Son hecaya. Gəlirsiniz, baxırsınız ikinci sözə. İkinci sözə diqqət etdiyiniz zaman görürsünüz ki, bu şəxs xəbərli şəkilsidir. Yəni, əgər şəkilci də tapırsınızsa, bilirsiniz ki, dır üstü 4 şəkilsiz də şəxs xəbərli şəkilsidir. Üçüncü şəxsin təkini şəxs xəbərli. Vurğu qəbul etmir. Vurğunu hara ötürür? Özündən bir heca əvvəl, yəni bir vahid əvvəl ötürür. Amma yəni tutalım ki, bəzi tələbələr vurğu qəbul etməyən şəkilçilərdə problem yaşayır, bunu bilmirsə, gəlin düzgün tələffüzə bax. Tələbədir. Baxın, mən tələffüz etdiyim zaman vurğunu hara düşür? Tələbədir. Baxın, vurğu qəbul edir hansı heca sizdə? Üçüncü heca. Yəni tələffüzün düzgün alın. Gəlin üçüncü sözə baxaq. Tələbəlik. Baxın, sözü çox rahat şəkildə tələffüz etdiyiniz zaman siz vurğunu daha aydın şəkildə bilirsiniz ki, tələbəlik sözündə vurğu hara düşür? Sonuncu hecaya. Yəni dediyim kimi siz sözün vurğusunu tapmaq üçün nə etməlisiniz? Sadəcə siz sözün düzgün tələffüz etməlisiniz. Biz sizə sözün həm uzanmasını, həm də vurğusundan danışdıq. Yadda saxlayın ki, Azərbaycan dilində vurğu və uzanma hadisəsi eyni hecada özünü göstərmir. Amma bizdə bəzi istisna məqamlar var ki, həmin o istisna məqamlarda sizdə həm vurğu, həm də uzun tələffüz olunma eyni hecada ola bilər. Hansı sözlərdir bunlar? Məsələn, bəzi, bəzən, daim, daima, daha sonra yəni, lakin və bəli sözləri. Normalda Azərbaycanda qayda budur ki, sözdə əgər uzanma və vurğu hadisəsi baş verirsə, bu zaman həm uzanmanı, həm vurğunu fərqli-fərqli hecalara qoymalısınız. Məsələn, gəlin burada diqqət edin nümunə sözdə. Nümunə. Fikir versəniz, nümunə sözünün uzanma hadisəsi var. Təbii ki, dedik ki, üz səsi uzun tələffüz olunmuşsa, mən uzanmanı üz səsinə qoya bilmərəm. Məndə uzanma hadisəsi ikinci hecada özünü göstərir. Yəni, u səsi, u sait səsi uzanır. Nümunə. Baxın, düzgün tələffüz etdiyim zaman siz onun digər sait səslərə nisbətən daha uzun tələffüz olunduğuna rast gəlirsiniz. Burada uzanma hadisəsi fikir verdinizsə hara düşdü? İkinci hecaya. Mən artıq ikinci hecaya düşdü deyənə mən vurğunu gətirib ikinci hecanın üzərinə qoya bilmərəm. Nümunə sözündə fikir versəniz bizdə vurğu hara düşür? Sonuncu hecaya. Yəni əslində qayda budur. Lakin bizdə bəzi sözlər var ki, bu qaydanı pozur. Yəni həm uzanma, həm də vurğu eyni hecaya düşür. Məsələn, fikir versəniz, yəni sözün tələffüzündə, baxın bu yuxarıda qeyd etdiyim 7 dənə sözdə sizdə həm vurğu, həm də uzanma hadisəsi nə edir? Eyni hecanın, yəni belə deyək də birinci hecanın üzərinə düşür. Məsələn, gəlin baxaq. Yəni sözündə mən tələffüz etdiyim zaman əni uzadıram və nə edirəm? Yəni. Baxın, vurğunu da hara qoyuram mən? Birinci hecanın üzərinə. Həm vurğu, həm uzanma hadisəsi sizdə eyni hecanın üzərinə düşür. Daha sonra bizdə uzanmasına görə və vurğusuna görə mənası dəyişən sözlər. Gəlin onlara diqqət yetirək. Baxaq. Vurğusuna görə və uzanmasına görə. Artıq bu vurğusuna və uzanmasına görə mənası dəyişən sözlər olduqda, məsələn, fikir versəniz, satirik, lirik, daha sonra dimdik,
Əslində vurğusuna görə mənası dəyişən sözlər sizdə çoxdur. Daha sonra, məsələn, deyək burada qrafik, vurma və s. Bu sözlər sizdə vurğusuna görə mənası dəyişən sözlərdir. Məsələn, mən lirik sözündə lirik desəm, yəni mən əgər gətirib vurğunu birinci hecaya qoysam burada, artıq burada nədir? Lirik əsər yazan şəxs mənasıdır. Yəni lirik səs baxımından sizdə nə olur? İsim. Yəni şəxs mənasını ifadə edir. Amma lirik əsər desəm, yəni gətirib vurğunu mən nə etsəm, vurğunu mən ikinci hecaya qoysam lirik. Burada desəm, artıq nə baş verir? Məndə lirik hissəsi baxımından də dəyişir və sifət olur. Və artıq burada nədir? Lirik mövzuda yazılan əsər mənası. Yəni vurğu birə düşürsə, lirik mövzuda yazan şəxs, amma mən gətirib vurğunu ikinci hecaya qoysam, bu zaman nə baş verir sizdə? Lirik mövzuda yazılan əsər mənasındadır. Yəni fikir versəniz, bunun leksik mənası da dəyişir, həm də qrammatik mənası da dəyişir. Məsələn, dimdik sözünə fikir versəniz, dimdikdir. Artıq mən gətirib vurğunu fikir versəniz, dimdikdir. Vurğunu birinci hecəyə qoysam sizdə sözün mənası dəyişir və zərf olur. Amma vurğunu gətirib ikinci mənaya qoysam, dimdik mənasında sizdə nə baş verir? Təbii ki, sözün qrammatik mənası yenə dəyişir, isim olur. Bu zaman isə nədir? Quşun dimdiyi mənasında işlənir. Məsələn, vurma sözünə fikir versəniz, təbii ki, burada vurğu qəbul etmək şəkilçi işlənir. Vurğu qəbul etmək inkar şəkilçisi ma var burada. Buna fikir versəniz, özünüz diqqətlə görəcəksiniz. Baxaq, əgər ki, mən desəm ki, uşağı vurma. Baxın, bu zaman bizdə vurğu nə idi? Vurğu düşür birinci hecaya. Uşağı vurma mənasında sizdə sözün leksik mənası dəyişir, həm də qrammatik mənası dəyişir, feil olur. Bu zaman ma sizdə qrammatik şəkilçidir və inkardır. Hərəkətin icra olunmadığını bildirir, yəni ma şəkilçisi. Amma mən gətirib vurğunu nə etsəm, vurğunu qoysam ikinci hecaya ma hecasının üzərinə. Bu zaman isə məndə olan söz nitq hissəsi baxımından isimdir və vurma əməli mənasını işlədirsiniz. Uzanmasına görə mənası dəyişən sözlərim isə 4 dənə sözdür. Təbii ki, bunları əzbərləmək elə də çətin deyil. Nərə, əyan, bəzən və dava sözlər. Bu sözlərdə uzanmasına görə fərqlər əmələ gəlir. Məsələn, nərə sözündə əgər ki, mən birinci əl saiti səsini uzun tələffüz etsəm, deyərəm ki, Koroğlunun nərəsi. Hamını qorxudurdu. Məsələn, qulaqları batırdı. Nərə mənası, uzanma mənası qışqırtır. Amma uzanmasız tələffüz etdiyim zaman nərə balığı. Burada isə artıq bir balıq növündən söhbət gedir. Və yaxud da əyan sözünə fikir versəniz, bu əyan sözü uzanma və uzanma olmadığı məqamlarda leksik məna fərqlənir. Necə? Əyan sözü bir hadisənin mənə aşkar olub-olmadığı, digər bir mənada isə sizdə deməli, hökmdarın ətrafında olan o şəxslər, insanlar mənasına gedir. O hökmdarın əyan əşrəfi deyirlər. Ha. Baxın, o mənada işlənir. Bəzən sözünə fikir versəniz, deyirəm ki, biraz tez bəzən. Burada heç bir uzanma hadisəsi özünü göstərmir. Bəzənmək, düzəlmək mənasındadır. Amma deyirəm ki, əli bizə bəzən gec gələrdi. Yəni, buradakı bəzən sözü artıq zaman zərfidir və nadir hallarda mənasını işlənir. Dava sözünə fikir versəniz, buradakı dava sözü də, deyirəm, uşaqların davası uzun çəkdi. Burada mübahisə eləmək mənasına götürə bilərsiniz. Amma məsələn, dava sözünü dava dərman mənasında isə uzanmasız tələffüz olunur. Yəni, vurğusuna və uzanmasına görə fərqlənən sözlərimiz də bunlardır. Gəlin indi sizə danışaq. Saitlərdən danışmışkən eyni cinsi və müxtəlif cinsi saitlərdən danışaq. Yadda saxlayın ki, sizdə qoşa saitli sözlər bölünür iki yerə. Birincisi sizdə eyni cinslidir. İkinci isə sizdə nədən danışırıqsa, qoşa saitli, müxtəlif cinsli daha doğrusu üzr istəyirəm. Deməli, müxtəlif cinsli qoşa saitli sözlərdən. Eyni cinsli qoşa saitli sözlərdə nədir? Məsələn, biz bayaq saitləri sizə təsnif eləyərkən dedi ki, açıq, qapalı, qalın, incə, dodaqlanan və dodaqlanmayandır. Eyni cinsli saitlər ona görə deyir ki, bütün təsniflərdə təsnif qruplarında eyni yerdə yer alsınlar. Eyni cinsli qoşa saitli sözlər Azərbaycan ilə sözün əvvəlində rast gəlmirsiniz. Ya sözün ortasında işlənməlidir, ya da sözün sonunda siz bu sözlərə, yəni sait qoşana rast gəlirsiniz. Bu zaman nə baş verir? Qoşa saitlərdən biri düşür, yerdə qalan isə bir uzun saat kimi tələffüz olunur. Bu zaman sizdə, deməli, bu cür sözlərdə həm səs uzanması hadisəsi baş verir, həm də səs düşümü hadisəsi baş verir. Məsələn, yəni bunlar belə deyim də, əksəriyyəti sizdə kəmiyyətcə fərqlənən sözlərdir. Məsələn, baxaq sizdə inşaat sözünə. Fikir versəniz, inşaat sözündə sizdə eyni cinsi sait qoşağı harada gəlir? Sözün ortasında.
Tələffüz zamanı dedik ki, qayda belədir ki, saatlərdən biri düşür. Yerdə qalan isə nə edir? Bir uzun saat kimi tələffüz olunur. Bu sözlərdə həm səs uzanması hadisəsi, yəni görsənir səs uzanması hadisəsi özünü göstərir, həm də kəmiyyət fərqi əmələ gəlir. Yəni kəmiyyət fərqi nə deməkdir? Sözün səs və hərf tərkibi arasında say baxımından dəyişiklik. Səs düşmə hadisəsi özünü göstərir. Sözün sonunda məsələn işlənsin. Əmtər sözünü qeyd edək. Tələffüz zamanı yenə əllərdən biri düşür. Yerdə qalan isə bir uzun səs kimi sizdə tələffüz olunur. Bunu yadda saxlayın. Bəzən tələbələr çox qarışdırırlar qoşa i-nin eyni cinsliyində. Nə baş verir? Təbii ki, burada da heç bir fərq yoxdur, amma bəzən tələbələr nə edirlər? Səhv tələffüz edərək burada i-lərin arasına y səsini əlavə edirlər. Məsələn, təbii sözünün tələffüzü zamanı deməli, təbii sözündə i-lərin arasına bir y səsi əlavə olunurlar. Təbii şəklində bu sözü tələffüz edirlər. Amma biz dedik ki, qeyd etdiyimiz kimi, endisi saat qoşağı olan sözlərdə siz nə edirsiniz? Fikir versəniz, inşaat və əmtəə sözlərində həm sözün ortasında, həm sözün sonuna gəlir. Heç bir qayda fərqi yoxdur. Saatlərdən biri düşür, digəri isə nə edir? Bir uzun saat səs kimi tələffüz olunur. Biz eynilə təbii və yaxud da olsun bədii sözünü tələffüz etdiyiniz zaman, biz burada illərin arasına heç bir yıl səsini əlavə etmirsiniz. Təbii ki, bu da yenə digər cinsi saat qoşağı olan sözlər kimi saatlərdən biri düşür, digər isə sizdə bir uzun səs kimi tələffüz olunur. Məsələn, baxaq. Təbii. 2 verdinizsə biri düşdü, digər isə bir uzun saat səs kimi tələffüz olunur. Gəlin indi sizinlə danışaq müxtəlif cinsi saat qoşağı olan sözlərdən. Müxtəlif cinsli. Aha. Bizdə müxtəlif cinsi saatli sözlərin tələffüzü zamanı sizdə səs dəyişməsi, səs artımı, səs düşmə kimi fonetik hadisələr baş verir. Təbii ki, bir qism sözlərdə tələffüz zamanı bizdə heç bir dəyişmə baş vermir, yəni müşahidə olunmur. Yadda saxlayın, müxtəlif cins saat qoşağı olan sözlər həm sözün əvvəlində, həm ortasında, həm də sonunda işlənə bilər. Burada bir problem yoxdur. Yəni eyni cinsdən fərqli olaraq əvvəldə də işlənə bilirlər. Tərkibində baxın, diqqət edin. Qayda 1. Tərkibində əgər sizdə a, i, a, daha sonra i, ə, daha sonra o, u, i və deməli a, ü hərf birləşmə olan sözlərdir. Siz nə edirsiniz? Bu zaman bu saitlərin arasına siz nə edirsiniz? Bir y samiti əlavə edirsiniz. Məsələn, baxaq. Təqaüd sözündə fikir versəniz, sizdə a və ü-nün işlənməsinə rast gəlirsiniz. Tələffüz zamanı bu söz tələffüz olunur təqaüd şəklində. Fikir verirsə, mən a və ü sait qoşağının arasında nə artırdım? Y samitini əlavə elədim. Və yaxud da baxaq digər sait qoşaqlarına. Məsələn, dialoq sözünə fikir verin. Fikir versəniz, i və a-nı siz burada nəyinə rast gəlirsiniz? Qoşağına rast gəlirsiniz. Tələffüz zamanı yenə burada i və a-nın arasını artırırsınız. Y samitini. Dialoq şəklində tələffüz etmiş olursunuz. Və yaxud da fədai sözünə. Yenə burada da bir uzanma hadisəsi özünü göstərəcək. Fikir verdinizsə, a sait səsini biz nə etdik? Uzun tələffüz etdik. Arasında y samitini əlavə etmiş olduq. Yəni, dediyim kimi, burada qeyd etdiyimiz müxtəlif sait qoşaqlarının arasına siz tələffüz zamanı y samitini əlavə edirsiniz. Daha çox bu tipli sözlərdə səs artım hadisəsinə, yəni rast gəlmiş olursunuz, fikir versəniz. Məsələn, baxaq burada, deməli, sizdə fədai sözündə 5 hərf var, amma tələffüz zamanı burada kəmiyyət fərqi əmələ gələrək 6 səsə doğru qalxır. Daha sonra bizdə ikinci qaydamız nədir? İkinci qaydamız tərkibində a, a, daha sonra ə, a, o hərf birləşməsi, ü, a və ü, ə hərf birləşməsi, a, u, a, u, və u, ə. Belə, hərf birləşmələri olduğu sözlər, yəni bu saitlər əgər yanaşı işlənərsə, fonetik prinsipə əsasən bu sözlər yazıldığı kimi və heç bir uzanma hadisəsi olmadan tələffüz olunur. Yəni bu ikinci qaydada, əgər ki sizdə bu gördüyünüz sait qoşaqları varsa, fonetik prinsipə əsasən deyiliş və yazılış arasında heç bir fərq əmələ gəlmir və heç bir səs uzanması hadisəsi də özünü göstərmir. Məsələn, biz tələbələrin ən çox belə qarşılıq saldığı sözlərdən biri, məsələn, müəllim sözüdür.
müavin sözüdür. Daha sonra səadət sözüdür. Bu tipli sözlərdə siz nə edirsiniz? Yəni əgər ki sizin yaddaşınızda köhnə qayda qalıbsa, onu belə deyim də, yaddaşınızdan silirsiniz. Bu yeni bir qaydadır. Yeni bir qayda dediyimiz zaman əslində ə, kitablara, yəni belə deyim də, çox uzun əvvəllər şagird olmuş, tələbə, abituriyent olmuş tələbələrin yaddaşında əslində bu sözlər müəllim, mavin, sadət kimi qalır. Amma hal-hazırki qaydaya əsasən deyirik ki, fonetik prinsipə əsasən bu sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur. Müəllim sözü yazılışında heç bir fərqi yoxdur. Eynilə müavin sözündə və yaxud da siz baxırsınız səadət sözünə. Fikir versəniz heç bir uzanma və yaxud da belə deyək, yazılış fərqinə rast gəlməz. Digər məsələn sözlərimiz olsun sizdə burada. Okean sözünə məsələn baxaq. Okean sözləri yenə deyiliş və yazılış arasında heç bir fərq yoxdur. Teorem olsun. Yenə burada da fikir versəniz heç bir fərq əmələ gəlmir. Daha sonra üçüncü qaydamız nədir bizdə? Bizdə bəzi mürəkkəb sözlər var ki, mürəkkəb sözlərin qovşağında sizdə müxtəlif sait qoşaq əmələ gəlir. Bu zaman siz nə edirsiniz? Tələffüz zamanı yanaşı gələn iki saitdən biri tələffüzə düşür, digəri isə sizdə uzanma hadisəsi olmadan tələffüz olunur. Məsələn, diqqət eləyək burada xala oğlu, bacı oğlu və əli açıq sözlərinə. Fikir versəniz, mürəkkəb sözün qovşağında sizdə nə baş verib sizdə? Deməli, sait qoşağı əmələ gəlir, müxtəlif cinsli. Tələffüz zamanı siz nə edirsiniz? Biri düşür, digəri isə heç bir uzanma hadisəsi olmadan tələffüz olunur. Bacı oğlu şəklində və əl açıq şəklində tələffüz olunur. Belə, fikir verilirsə bu sözlərdə dediyim kimi nə hadisəsi baş verəcək? Əgər diqqət edirsə, səs düşmə hadisəsi baş verir. Çünki saitli səslərdən biri tələffüz zamanı düşür və bu sözdə də uzanma hadisəsi yoxdur. Sizdə bəzi qoşa saitli sözlər var ki, bunların da yazışı və deyiliş arasında heç bir fərq olmur. Amma ola bilər ki, bu tipli bəzi sözlərdə uzanma hadisəsi özünü göstərsin. Məsələn, hansı sözlərdir onlar? Diqqət eləsəniz, bəraət, qiraət, daha sonra qənaət, riayət tipli sözlər var ki, bunların da dediyimiz kimi geniş və yazılış arasında heç bir fərq özünü göstərmir. Məsələn, bunlarda uzun tələffüz olunma hadisəsi özünü göstərir. Fikir versəniz, bəraət sözündə A-nı uzun tələffüz edirsiniz. Eynilə qiraət sözündə də yenə siz A səsinin uzun tələffüzünə rast gəlirsiniz. Qənaət və riayət sözlərinə. Bəzən tələbələr yanlış tələffüz edib bəraət, yəni qiraət şəklində tələffüz edirlər. Sait qoşaqların arasına y samitini əlavə edirlər. Təbii ki, bu səhv bir tələffüzdür. Niyə? Bunu nə ilə qarışdırırlar? Bunu qarışdırırlar riayət sözü ilə. Riayət sözünün tələffüzündə olan, yəni y səsi həm də yazılışda özünü göstərir. Yəni biz burada i-a hərf birləşməsinin arasına y samiti əlavə olunmur. Bu samit özünün belə deyək də, həm də yazışda göstərdiyinə görə burada y samitini əlavə etmirik. Yəni bu sözün yazışında y samiti var deyə tələffüzü də qalır. Amma digər sözlərdə isə yazışda y olmadığına görə sizin bura tələffüzdə y samitini əlavə eləməyiniz düzgün deyil. Daha sonra gəlin danışaq sizə samitlər haqqında. Bizdə samitlər, dedik ki, saitlər və samitlər arasında müəyyən fərqlər baş verir. Samitlər tələffüz edərkən dedik, ağız boşluğuna maneə rast gəlir. Yəni, saitlərdən fərqli olaraq maneəli tələffüz olunurlar. Samitlər maneəli və küylü səslərdir və səs tellərinin iştirakına görə yadda saxlayın, kar və cingiltli olaraq siz bunları bölürsünüz. Deməli, dilimizdə cəmi yadda saxlayın 25 samit səs var. Bunlardan deməli dilimizdə 11-i kar samitdir, yerdə qalan 14 isə sizdə cingiltli samitlərdir. Kar samitləri biz tələffüz edərkən bizim səs dillərimiz qeyri-fəal olur. Və yalnız yadda saxlayın kar samitlər kürdən əmələ gəlir. Kar samitlərdən dedik 11 kar samitimiz var ki, bunlardan deməli k ştrixin və x ştrixin. Deməli, əlifbada xüsusi bir işarəsi yoxdur. Bu səslər yalnız belə deyək də səs olaraq mövcuddurlar. Cingiltli samitləri isə tələffüz edərkən bizdə səs telləri fəal olur.
Cingiltdən və avazdan ibarət olur. Yəni ağızda əmələ gələn küydən ibarətdir. Yəni cingilti və az da olsa küy var burada. Təbii ki, bunlar kar və cingi samitlər bir-biri ilə qarşılıq təşkil edirlər. Nəyə görə bir-biri ilə qarşılıq təşkil edir desəniz, tələffüz olunarkən eyni maneədən əmələ gəlir deyə, məsələn, cütlük təşkil edən bizdə samit səslər var. Məsələn, t, d, b, p. Tələffüz olunarkən eyni maneədən əmələ gəlir deyə, bunlar bir-biri ilə nədir? Qarşılıq təşkil edirlər. Yadda saxlayın, bizdə cingiti samitlərdən danışarkən 4 dənə cingi samitimiz var. L, M, N və R samitləri sizdə sonor samitlərdir və bunların nəyi yoxdur? Kar qarşılığı yoxdur. Bizdə H kar samitdir. Tələffüz zamanı, deməli, tələffüz zamanı üzr istəyirəm. H-ın isə sizdə nəyi yoxdur? Cingirli qarşılığı yoxdur. Gəlin samitlərdən danışmışkən sizə, deməli, məşhur olan BDCG qaydasından danışaq. Deməli, yeni bir səhifədən başlayaq sizin üçün. Deməli, samitlərdə sizdə BDCG qaydasından danışaq. Nədir sizdəki BDCG qaydası? Yadda saxlayın ki, bu qayda sonu əgər ki sizdə BDCG ilə bitən çoxhecalı sözlərə aiddir. Sonu çoxhecalı bu samitlərlə bitən sözləri bəzən sondakı samit fərqli tələffüz oluna bilir. Bəzən isə yazılı kimi tələffüz olunur. Gəlin görək bu nə zaman baş verir. Deməli, əgər sizdə sonu BDCG ilə bitən söz müstəqil işlənərsə, müstəqil işlənmə hadisəsi nədir? Yəni özündən sonra nə söz, nə də şəkilçi işlənir. Yəni müstəqil işlənmə özündən sonra heç nəsiz. Ya müstəqil işlənməlidir, ya da özündən sonra samitlə başlayan ya söz, ya şəkilçi gəlir. Baxın, gəlin qeyd edək. Müstəqil işlənərsə və ya samitlə başlayan söz və yaxud da şəkilçi işlənərsə, söz və ya şəkilçi gələrsə, bu zaman sizdə bu 4 cingirli samitdə sizdə karlaşma hadisəsi müşahidə olunur. Yəni nə edirsiniz siz? Bunlar öz kar qarşılığı ilə b, p, c, ç, d, t, g, k samitləri ilə, samit səsləri ilə tələffüz olunur. Gəlin baxaq. Məsələn, kitab sözünə fikir versəniz, heç nəsiz işlənib. Yəni müstəqil işləmə baxın budur. Özündən sonra heç bir söz və şəkilçi işlənib. Müstəqil işlənib və yaxud da gəlin qanad sözünü yazaq. Hər bir samitə aid bir nümunəmiz olsun bizdə. Qanad. Daha sonra tüfəng. Bir də qeyd edək sizə ağac sözünü. Deməli, fikir versəniz, burada müstəqil işləniblər. Özlərindən sonra heç bir söz və yaxud da şəkilçi gəlməyib. Bu zaman sizdə BDCG samitlərində sizdə nə baş verir? Karlaşma hadisəsi müşahidə olunur. Kitab sözünü tələffüz edirsiniz kitab şəklində. Fikir verirsinizsə, B, P şəklində tələffüz olunur. Qanad sözü qanad şəklində tələffüz olunur. Tüfəng sözü G öz kar qarşına keçir. Tüfəng şəklində tələffüz olunur. Ağac sözü də tələffüz olunur sizdə ağac şəklində. Fikir verirsə müstəqil işləndi və bunlar nə etdi? Öz kar qarşına keçdi. Gəlin bəs samitlə başlayan söz və ya da şəkilçi artıq görək nə baş verir. Yenə eyni bu sözləri götürək sizdə. Məsələn, tüfəng, qundağı birləşməsinə diqqət etsəniz. Baxın, fikir versəniz, özündən sonra samitlə başlayan söz gəlib. Tələffüz zamanı yenə müstəqil işləndiyi haldakı kimi, burada da cingili samitin karlaşması hadisəsini göstərir. Tələffüz olunur tüfəng şəklində. Və yaxud da samitlə başlayan bir şəkilçi əlavə edək. Məsələn, qanad sözünü götürək burada. Qanaddan şəklində. Buna samitlə başlayan şəkilçi əlavə etdiyimiz zaman fikir versəniz, burada da qanad şəklində tələffüz olunur. Yəni, cingili samit nəyə keçib? Öz kar qarşına kimi tələffüz olunur. Bəs deyirsiniz ki, bəs müəllimə qeyd etdiyiniz kimi bəzən yazılı kimi də tələffüz olunur. Bəs bu nə zaman baş verir? Deməli, əgər sonu BDCG ilə bitən sözlərdən sonra siz saitlə başlayan, baxın gəlin yazaq. Saitlə başlayan hər hansısa bir söz və yaxud da şəkilçi əlavə edərsinizsə, şəkilçi. Bu zaman fərq əmələ gəlmir. Yəni yazış və deyiliş arasında fərq əmələ gəlmir. Yəni sondakı samit dəyişmir. Şəkilçi gələrsə
sondakı samit, baxın, dəyişmir. Gəlin nümunə üzərində baxaq. Deməli, məsələn, yuxarıdakı sözlərdən qanad sözünü götürüb buna samitlə, üzr istəyirəm, saitlə başlayan bir söz əlavə edək. Yəni fərqi daha aydın görmək üçün. Qanad açmaq birləşməsində fikir versəniz, özündən sonra mən nə etdim? Saitlə başlayan bir söz əlavə etdik. Bu zaman nə baş verir? Qanad sözündəki, yəni d cingil samiti tələffüz zamanında karlaşmır. Yenə qanad şəklində tələffüz olunur. Və yaxud da hər hansısa bir şəkilçi əlavə edək. Deməli, qılınc sözündə sizdə fikir versəniz saitlə başlayan şəkilçi əlavə eləmişəm. Bu zaman sizdə tələffüz zamanı nə baş verir? Sonu BDC ilə bitən sözdən sonra saitlə başlayan söz gəldiyinə görə nə baş verir sizdə? Ə, Tələffüz zamanı heç bir karlaşma hadisəsi özünü göstərmir. Yəni C olaraq da qalacaq. Daha sonra dediyimiz kimi bu qayda bizdə sonu BDC ilə bitən çox hecalı sözlərə aiddir. Yəni bizdə tək hecalı sözlər də var. Məsələn, tək hecalı sözlərə nümunə kimi məsələn qab, daha sonra cod, ib, şad və yaxud da hərb, güc, daha sonra qərb, daha sonra cib, yod və s. Yəni bu sözlərimiz, tək hecalı sözlərimiz çoxdur. Yəni bu kimi sözlərdə siz də gəlib bunun müstəqil işləri və yaxud da özündən sonra samitlə başlayan şəkilçi və yaxud söz əlavə edin. Buradakı sondakı samiti fərqli tələffüz etmir. Yəni burada artıq tələffüz zamanı sondakı samitdə dəyişmə hadisəsi özünü göstərmir. Daha sonra yadda saxlayın ki, sözün sondakı samitin siz kar və cinsli olduğunu müəyyən etmək üçün həmin sözlər siz nə edirsiniz? Saitlə başlayan şəkilçi artırırsınız. Fikir verin, məsələn, mən tüfəng sözündə sondakı samitin, baxın, deməli, sondakı samitin kar və cinsli olduğunu bilmək istəyirəmsə, nə edirəm? Ona saitlə başlayan bir şəkilçi əlavə eləmişəm, qılınc sözünü. Bu zaman heç bir fərq əmələ gəlmir. Deməli, bizdəki saitimiz nədir? Üzr istəyirəm, cingili samitdir. Bir də sizə qeyd edəcəyim sonu bəzi B, DCG hecalı sözlər var ki, bunlarla bitir. Yəni bu daha çox bəzi sözlərdə sözün sonu B səsi ilə tələffüz olunan sözlərdir ki, yəni bu kimi yazılan sözlərdir ki, bu zaman tələffüz zamanı heç bir dəyişmə baş vermir. Yəni siz B, P əvəzlənməsi etmirsiniz burada. Məsələn, təəccüb sözündə, daha sonra tələbkar sözündə, daha sonra təəssüb sözündə. Sözün sonu burada deməli tələbkar qeyd edirdik. Tələbkar. Aha. Fikir verdiniz artıq burada siz gəlib BP əvəzlənməsi etmirsiniz. Yəni burada artıq sizdə məsələn tələffüz zamanı sadəcə sizdə nə baş verir? Əllərdən bir düşür, digəri isə sizdə bir uzun sait kimi tələffüz olunur. Yəni BP əvəzlənməsi etmirsiniz. Tələbkar sözündə də eyni ilə yəni siz samitlə başlayan şəkilçi əlavə eləmisiniz, yəni burada BP əvəzlənməsi özünü göstərmir. Tələbkar, eyni ilə də təəssüb sözündə də fikir versəniz, sadəcə sizin tələffüzdəki fərqiniz eynicisi saitlərdən birini salıb, digərini isə uzun tələffüz etməyiniz hesabına əmələ gəlir. Yəni bu tipli sözlərdə sözün sonundakı burada bir fərqli tələffüz əmələ gəlmir. Daha sonra sizdə var biz eyni cinsli və müxtəlif sahələrdən danışdıq. Gəlin indi isə danışaq sizə eyni cinsli qoş samitli sözlərdən. Yəni qoş samitli sözlərdən danışaq. Bizdə eyni cinsli qoş samitli sözlər var ki, bizdə 4 dənə samit qoşağı var ki, tələffüz zamanı bu samit qoşalığında fərqli tələffüz hadisəsi özünü göstərir. Deməli, qoşaq q, ç, t, t və p. Bir də bura qoşa y ilə yazılanları qeyd edirəm. Onun haqqında da danışacağıq. Demək, qoşa q ilə yazılan sözlər tələffüz zamanı birinci qların birincisi tələffüz zamanı çırışdıq kimi tələffüz olunur. Yəni, məsələn, nümunə göstərək sizə. Rəqqas sözünə diqqət eləsəniz, sözün ortasına siz qının qoşana rast gəlirsiniz. Tələffüz zamanı necə tələffüz olunur? Rəqqas şəklində tələffüz edirsiniz. Və yaxud da diqqət sözünə fikir versəniz, gəlin qeyd edək. Diqqət sözündə sözün ortasına qılların qoşana rast gəlsin, tələffüz zamanı diqqət şəklində. Yəni, qıllardan biri kar samit kimi tələffüz olunur. Daha sonra qoşa k ilə yazılan sözlərdə də birinci ki olduğu kimi qalır. İkincisi öz cingili qarşı kimi tələffüz olunur. Yəni tələffüz zamanı ki
C dəyişməsi, yəni səs dəyişməsi hadisəsi özünü göstərir. Məsələn, burada fikir versəniz, mütəkkəs sözünə baxsaz, görəcəksiniz ki, burada k-nın qoşağı var. Tələffüz zamanı birinci k olduğu kimi qalır. İkinci isə nə baş verir sizdə? Öz cinsli qarşı kimi tələffüz olunur. Eyni qoşa t-dan. T, d kimi tələffüz olunur. Yəni ikinci t samiti tələffüz zamanı d səsi kimi tələffüz olunur. Hətta sözündə tələffüz zamanı da şəklində tələffüz olunur. Və yaxud da, məsələn, fikir versəniz, ittiham sözündə. Qoşa t-nın qoşağına rast gəlirsiniz. Tələffüz zamanı ittiham şəklində tələffüz olunur. Eynilə qoşa p-nın tələffüzünə rast gəlsəniz, da yer açaq, deməli. Qoşa p ilə yazılan sözlərdə də tələffüz zamanı p bu şəklində tələffüz olunur. Məsələn, sizə nümunə kimi göstərək toppuz sözünü. Fikir verdiniz, qoşa p ilə yazıldı. Tələffüz zamanı mən birinci p-nı olduğu kimi saxlayıram. İkinci isə nəyə keçir? Öz zingirtli qarşına keçir. Və yaxud da burada güppultu sözünü qeyd edək sizə. Eyni də yenə eyni baş verən hadisə burada da özünü göstərir. Güppultu şəklində tələffüz olunur. Gələk sizinlə danışaq qoşa y-dan. Bu tipli sözlərdə fərq nə zaman baş verir? Qoşa y samiti sözün kökündədirsə, tələffüz zamanı eyni ilə qoşa y kimi tələffüz olunur. Yəni, burada heç bir y-ların düşməsi hadisəsi özünü göstərmir. Məsələn, niyyət sözündə fikir versəniz, sözün kökündə özünü göstərib y-nın qoşalığı və yaxud da səyyah sözünə fikir versəniz, görərsiniz ki, burada deməli y-nın qoşağı sözün kökündədir. Bu zaman tələffüz etdiyiniz zaman y-ları tələffüz zamanı heç birini atmırsınız. Yəni 2 y-nı da tələffüz edirsiniz. Niyyət şəklində tələffüz olunur və 2 y da işlənir. Və yaxud da səyyah sözündə. Deməli, amma sizdə qoşa y hərfi, deməli, iyyat, daha sonra iyyət və iyyə şəkilsizlərin tərkibində işlənibsə, bu zaman tələffüz eləyərkən həmin sözlər bir y ilə tələffüz olunur. Baxın, bir y ilə tələffüz olunur. Məsələn, baxaq burada cəfəngiyyat sözündə. Fikir versəniz, burada qoşa y özünü harada göstərib? Şəkilsizin tərkibində. Sözün kökü cəfəng sözündən. Şəkilsiz artırılıb və şəkilsizin tərkibindədir qoşa y. Bu zaman tələffüz zamanı siz nə edirsiniz? Y-lardan birini atırsınız. Yəni, y-lardan sadəcə biri qalır. Cəfəngiyyat şəklində söz tələffüz olunur. Və yaxud da başqa bir söz nümunə göstərək sizə. Maliyyə sözünü. Fikir versəniz, burada sözün kökü mal sözüdür. Mal sözünün iyyə şəkilsiz sizdə leksik şəkilsiz, yəni qoşa y özünü şəkilsizin tərkibində göstərib. Tələffüz zamanı bizdə həm uzanma hadisəsi baş verir, həm də siz tələffüz zamanı qoşa y-lardan biri düşürsünüz. Yəni düşürdürsünüz. Maliyyə şəklində tələffüz olunur. Və yaxud da mənəviyyat sözünə fikir versəniz, mənəviyyat. Tələffüz zamanı siz nə edirsiniz? Yenə səs uzanması hadisəsi özünü göstərir. Və yıllardan birini yenisi atırsınız. Yəni, belə ümumiləşdirsək qaydanı, əgər y-nın qoşağına siz sözün özündə rast gəlsiniz, yəni söz kökünə rast gəlirsinizsə, tələffüz zamanı qoşa y-lar qalır. Amma bizdə, əgər y-nın qoşağı şəkilsizlərin tərkibindədirsə, şəkilsizləri burada qeyd etdik, iyyat, iyyət və iyyə şəkilsizlərin tərkibində özünü göstərirsə, bu zaman siz tələffüz zamanı bir y şəklində sözü tələffüz etmiş olursunuz. Amma bizdə bəzi samit qoşağı olan sözlər var ki, yəni bəzi samit qoşaqlar var ki, tələffüz zamanı bunlarda yazılı kimi tələffüz olunur. Yəni, bunlar sözdə fərq əmələ gətirmir. Hansılardır onlar? Qeyd edirəm. B, c, daha sonra qoşa d, f, l, m, n, r, v, ş, daha sonra sizdə var z və başqa f-ni qeyd etdik, bəli. Deməli, sizdə nə baş verir? Tərkibində əgər bu samit qoşaqları varsa, yəni sözün kökündə işlənibsə, yazılı kimi tələffüz olunacaq. Məsələn, hansı sözlərdir? Məsələn, nümunə kimi göstərək addım sözünü. Fikir versəniz, tələffüz zamanı bu samit qoşaqlarının heç bir fərq əmələ gəlmir.
Bənna və yaxud da nümunə kimi göstərək şəffaf sözünü. Heç bir fərq əmələ gəlmir. Digər 4 samitimizdə deyiliş və yazılış arasında fərq əmələ gələ bilir, amma bu samit qoşaqlarında fərq əmələ gəlmir. Hansılardır onlar? Dedik, qoşaq qı, çı, tı və pı olan sözlərdir. Qoşaq y-nın qoşağında sadəcə əgər söz kökündə deyilsə, yəni şəkilsizlərsə, sadəcə siz yıllardan deməli tələffüz zamanı birini atırsınız. Daha sonra bizdə var eyni cinsli samit qoşaqlarından danışmışkən, sonu eyni cinsli qoşaq samit edən təkcəli sözlərimiz var. Hansı sözlərdir onlar? Deməli, haqq, sir, həl, rədd, xət, fən, zid, tiv və s. Yəni bu sözlər əslində çoxdur. His, kül sözlərini misal göstərə bilərik. Əgər siz sonu eyni cinsli qoşu samitlə bitən bu təkcəli sözlərə samitlə başlayan şəkilçi artırırsınızsa, söz sonundakı son samit düşür. Məsələn, fən sözünü götürək burada. Fən sözünə siz samitlə başlayan cəm şəkilçisi lər şəkilsini, yəni kəmiyə şəkilsini əlavə edirsiniz. Bu zaman nə edirsiniz? Sözün sonundakı samitlərdən biri düşür. Fənlər şəklində sonda olur. Deməli, və yaxud da siz bura deməli haqq sözünü nümunə kimi yazaq. Buna l şəkilsini əlavə etdiyiniz zaman yazılışda yəni nə baş verir sizdə? Qoşa, sözün sonundakı samit qoşaqlarından biri düşür, biri qalır. Məsələn, bu sözün tələffüzü sizdə haqlı şəklində tələffüz olunur. Amma siz bu tipli sözlərə saitlə başlayan şəkilçi əlavə etsəniz, sözün sonundakı qoşa samitlərdən heç biri düşmür. Yəni, samit düşməsinə siz orada rast gəlmirsiniz. Yenə fən sözünə, məsələn, əl sait səsini əlavə edək. Bu zaman nə baş verir? Heç bir samit düşməsinə rast gəlmirsiniz. Sir sözündə if saitini əlavə edək. Deməli, diqqət etsəniz görəcəksiniz ki, sirri şəklində tələffüz olunur və heç bir samit düşməsinə rast gəlmirsiniz. Bu tipli sözlərdə digər bir qaydamız nədir? Bu tipli sözlər əgər mürəkkəb sözün birinci tərəfi kimi işlənərsə, qoşa samitlərdən hər ikisi qalır. Gəlin baxaq. Mürəkkəb sözün birinci tərəfi kimi işlədik. Haqq, nahaq sözlərində fikir verilsin, mürəkkəb sözün hansı hissəsinə gəldi? Birinci hissəsində. Birinci və ikinci hissə. Birinci hissəsinə gəldi və siz nə etdiniz burada? Qoşa samit hər ikisi qaldı. Amma bu tipli sözlər mürəkkəb sözün ikinci tərəfində işləndikdə qoşa samitlərdən biri yazılmır. Məsələn, rəsm xət və yaxud da hüsn xət. Fikir versəniz, qoşa tıllardan biri düşdü. Yəni birini siz nə edirsiniz? İstifadə etmirsiniz. Gəlin sizə fonetikada ən belə deyim də diqqət olunmalı məqam qoşa deməyə üzr istəyirəm. Q və K-nın tələffüzüdür. Deməli, bizdə fonetikada sözün ortasında, əvvəlində və yaxud da gələn Q-nın və yaxud da K-nın tələffüzündə müxtəlif fərqlər özünü göstərir. Yəni siz, məsələn, gəlin birinci Q hərfindən danışaq. Deməli, Q-nın tələffüzündən danışaq. Sözün əvvəlində gələn Q hərfi, ümumiyyətlə gəlin baxaq görək Q hərfi neçə səs ifadə edir. Q hərfi sizdə ifadə edir 5 səsi. Deməli, Q kimi, yəni K, K, daha sonra X, Y və deməli G səslərini ifadə edir. Sözün əvvəlində gələn Q hərfi, deməli, ərəb, fars mənşəli və milli sözlərdə adətən K kimi tələffüz olunur. Məsələn, kələm sözünə diqqət eləsək, görərsiniz ki, K kimi tələffüz olunur. Amma rus və Avropa mənşəli sözlərdə əgər sözün əvvəlində Q hərfi gəlibsə, bu zaman K kimi tələffüz olunur. Məsələn, nümunə kimi göstərək sizə kapitan sözünü. Tələffüz olunursa, deməli, qışlıq kimi. Daha sonra, sözün ortasında sizdə, deməli, samitdən öncə incə sait əhatəsində Q hərfi əsasən X kimi tələffüz olunacaq. Məsələn, gəlin nümunəsinə baxaq, deməli, bəkməz sözünə fikir versəniz, dedik sözün ortasında samitdən öncə, baxın, fikir versəniz, samitdən öncə incə sait əhatəsində gələn Q hərfi sizdə tələffüz zamanı necə tələffüz olunur? X səsini ifadə edir. Bunu yadda saxlayın. Tələffüzünə fikir versəniz,
Bəhmə şəklində tələffüz olunur. Gəlin indi baxaq sonu Q ilə bitən həm milli, həm də alman mənşəli sözlərimiz var. Yadda saxlayın ki, sözün sonu əgər Q hərfi ilə bitirsə və həmin sözümüz milli sözdürsə, məsələn, nümunə kimi götürək, ləçək sözünü. Sözün sonu Q ilə bitir, ləçək sözü milli sözdür. Bu zaman sözün sonunda gələn Q sizə tələffüz olunur xışcıq kimi. Ləçək deməli tələffüz olunur ləçək şəklində. Əgər siz bu tipli sözləri yadda saxlayın, ümumiyyətlə gəlin belə ümumiləşdirək ki, sözümüz milli sözdürsə və sözün sonu k ilə bitirsə, həmin söz bir müstəqil işlənərsə, müstəqil işlənərsə və ya deməli özündən sonra samitlə başlayan şəkilçi və yaxud da söz gələrsə, samitlə başlayın. Söz və yaxud da şəkilçi. Bu zaman sizdə K hərfi deməli ifadə edir xışcıq səsini. Gəlin baxın, ləçək sözünə gördüyünüz kimi müstəqil işləndi. Özündən sonra heç bir söz və şəkilçi gəlmədi. Tələffüz zamanı necə oldu? Xışcıq səsini ifadə elədi. Amma məsələn, mən bu sözlərə samitlə başlayan bir şəkilçi əlavə edeyim. Ləçək sözünə ləçəkli yazaq. Bir versəz yenə Q hərfi necə ifadə olunur? Xışcıq səsini ifadə edir. Deməli, və yaxud da söz əlavə etsəniz burada, fikir versəniz bilik sahibi sözündə, özündən sonra mən nə etdim? Samitlə başlayan söz əlavə etdim. Bu zaman tələffüz olunur Q hərfi yenə xışcıq səsini ifadə edir. Yəni, əgər sözün sonu Q ilə bitirsə və həmin söz çox hecalı milli sözdürsə, bu zaman müstəqil işlənərsə və yaxud da özündən sonra samitlə başlayan hər hansısa bir söz və yaxud da şəkilçi gələrsə, Q hərfi sizdə necə ifadə olunur? Xışcıq səsini ifadə edir. Amma siz bu tipli sözlərə, yəni sözün sonu Q ilə yazılıb, xışcıq kimi tələffüz olunan sözlərə saitlə başlayan bir şəkilçi və yaxud da söz əlavə etsəniz, bu zaman sizdə Q Y əvəzlənməsi özün göstərir. Məsələn, ləçək sözünə mən əl şəkilsini əlavə edirəm. Tələffüz zamanı həm bu fərq həm də yazılışda özünü göstərir. Baxın, diqqət edin, görəcəksiniz ki, buradakı gələn fərq, əmələ gələn fərq həm yazılışda, həm də tələffüzdə özünü göstərir. Ləçəyə şəklində yazılır. Eyni ilə ləçəyə, yəni Y şəklində də tələffüz olunur. Amma mən sözün sonu Q ilə bitən sözlərə saitlə başlayan hər hansısa bir sözü artırsam, məsələn, bilik almaq. Fikir versəniz, özündən sonra saitlə başlayan bir söz əlavə etdim. Bu zaman yazılışda heç bir fərq əmələ gəlmədi. Yəni, Q olaraq qaldı. Bu zaman bizdə fərq yalnız tələffüzdə özünü göstərir. Bilik şəklində sözümüz tələffüz olunur. Daha sonra, amma bizdə sözün sonu Q hərfi ilə bitən çox hecalı alınmaz sözlərə necə bir fərq baş verir? Bu milli sözlərimizə aiddir. Baxın, bu yazdığımız qayda milli sözlərimizə aid bir qaydadır. Bəs alınmaz sözlərimizdə hansı deməli dəyişikliklər özünü göstərir? Sözün sonu Q hərfi ilə bitir, yəni çox hecalı bir sıra alınmaz sözlər var ki, Q hərfi ilə yazılır və bu zaman müstəqil işlənir. Tələffüz zamanı həm Q, həm də Q-şlıq kimi tələffüz oluna bilər. Məsələn, şərik sözünü qeyd edək burada. Tələffüz zamanı şərik şəklində tələffüz olunur. Və yaxud da fikir versəniz, məsələn, aptek sözünü qeyd edək burada. Aptek. Fikir versəniz, Q-şlıq şəklində tələffüz olunur. Siz belə tipli sözlərə istər saitlə başlayan, istər samitlə başlayan hər hansısa bir söz və yaxud da şəkilçi artırın. Bu zaman yenə də həmin sözlərimizdə sonda gələn samit Q kimi tələffüz olunur. Məsələn, şərikimiz sözünü qeyd edək. Şərikimiz. Fikir versəniz, bayaqlarım bizim deməli, əgər ki sözümüzdə ləçək sözünə diqqət eləsəniz, gördüyünüz kimi saitlə başlayan şəkilçi artıranda həm yazılışda, həm də tələffüzdə Q əvəzlənməsi baş verir. Amma alınma sözlərimizdə isə saitlə başlayan şəkilçi əlavə olunduğu zaman bu sözlərdə heç bir fərq əmələ gəlmir. Yəni Q kimi qalır. Tələffüzdə də, yazılışda da şərik sözündəki sondakı samitdə heç bir dəyişiklik özünü göstərmir. Şərikimiz şəklində də tələffüz olunur. Söz artıraq burada, özündən sonra saitlə və yaxud da samitlə başlayan bir söz artıraq. Deməli, şərikdən sözündə fikir versəniz,
Özündən sonra deməli samitlə başlayan şəkilçi gəldi. Heç bir fərq özünü göstərmədi. Eynilə şərik olduq ifadəsində də yenə heç bir fərq özün göstərmir. Daha sonra sözün sonunda bizdə bəzi sözlərimiz var ki, təbii ki, bu dediyimiz qayda çox hecalı sözlərə aiddir. Bizdə milli sözlərimiz var ki, tək hecalı milli sözlərimiz var. Burada heç bir fərq özünü göstərməyəcək. Məsələn, tək, tük, daha sonra ək, yük, türk. Bu tipli sözlər milli sözlərdir və təkəcalı milli sözlərdir. Bu zaman sözün sonundakı k yazılı kimi qalır. Yəni həm yazışda, həm tələffüzdə tü kimi qalır və dəyişmə hadisəsi özünü göstərmir. Bizdə k-nın g kimi tələffüzündən dediyi nə zaman baş verir? Baxın, bayaqlarım sizdə qoşa k-dan danışır ki, tələffüz zamanı deməli k g şəklində tələffüz olunur. Məsələn, 8 sözdən diqqət etsəniz, 8 şəklində tələffüz olunur. Yəni siz k-nın g kimi tələffüzünə də qoşa kökü işləndiyi zaman baxa bilərsiniz. Gəlin diqqət edək indi q-nın tələffüzünə. Yəni q hərfi sizdə sözün ortasında, əvvəlində və yaxud da sonunda necə tələffüz olunur? Gəlin yeni bir səhifə açaq sizə. Q hərfindən danışdığımız zaman yadda saxlayın, Q hərfi sizdə 4 səs ifadə edir. Sözün əvvəlində gəldikdə Q hərfi kimi qalır və yaxud da indi ortasına gəldiyi məqam da olacaq ki, burada heç bir fərq özünü göstərmir. Qeyd edəcəyik vaxtı. Ç, Ş, X və Q səslərini ifadə edir. Gəlin baxaq. Sözün əvvəlində gələn Q hərfi bütün sözlərdə elə Q olduğu kimi qalır. Yəni Q kimi tələffüz olunur. Məsələn, qala sözündə. Ki bilsən sözün əvvəlində gəlib, burada isə heç bir tələffüzdə fərq əmələ gəlmir. Məsələn, qardaş sözünə fikir versəniz və yaxud da qələm sözünə fikir versəniz, burada da elə q olduğu kimi qalır. Daha sonra sözün ortasında gələn q hərfində iki fərq özünü göstərə bilər. Yəni iki nüans var burada. Əgər özündən sonra kar samit gələrsə, kirşlik kimi tələffüz olunur. Məsələn, baxın. Təksir yazıram, q şəklində yazılır. Özündən sonra nə gəlib? Kar samit gəlib s. Bu zaman sizdə necə tələffüz olunur? Q tələffüz olunur k, şıx kimi. Tələffüz olunur deməli sizdə tək sir şəklində tələffüz özünü göstərir. Və yaxud da fikir versəniz, nöqsan sözündə s-dan əvvəl gəlib və yaxud da nöqsan yazıb, nöqtə yazaq. Burada sizdə bir də fərqli olsun. Deməli, fikir versəniz, burada sizdə kar samit, özündən sonra kar samit gəlir. S və t kar samit gəlir. Tələffüz zamanı necə tələffüz edirsiniz? Q-nı çırışdırış kimi tələffüz edirsiniz. Nöqtə şəklində tələffüzünə istəyirəm, rast gəlirsiniz. Daha sonra sözün ortasında özündən sonra hər hansısa bir cingili samit gələrsə, bu zaman fərqlənmə hadisəsi özünü göstərmir. Yəni q kimi tələffüz olunur. Məsələn, fikir versəniz siz miqyas sözünə və yaxud da iqlim sözünə diqqət etsəniz, görəcəksiniz ki, burada q samitindən sonra sizdə nə gəlib? Y cingirtili deməli və yaxud da l cingirtili samit gəlib. Tələffüz zamanı bu zaman özündən sonra cingirtili samit gəldiyinə görə q olduğu kimi qalır. Miqyas və iqlim şəklində tələffüz olunur. Amma bizdə bir dənə istisna məqam özünü göstərir ki, deməli, fikir versəniz, haqlı sözündə özündən sonra cingili samit gəlməsinə baxmayaraq, normalda biz bilirik ki, özündən sonra cingili samit gəldiyi zaman necə yazılır, tələffüz olunmalıdır? Q olaraq qalmalıdır. Amma bu söz təbii ki, özündən sonra cingili samit gəlməsinə yox, özündən sonra kar samit gəlməsi qaydasına uyğun gəlir. Yəni, bu zaman Q samiti tələffüz olunur kırışdıq kimi. Haqlı şəklində tələffüz olunur. Yəni, bu istisna məqamıdır. Burada qeyd edək. İstisna. Buna diqqət edin. Daha sonra, gəlin indi sizə sözün sonunda gələn q hərfindən danışın. Baxın, sonu q hərfi ilə bitən çox hecalı bir qrup. Baxın, əsasən bu milli sözlərimiz özünü göstərir. Sözün sonunda gələn q hərfi çox hecalı milli sözlərə necə tələffüz olunur? Bir müstəqil işlənərsə, deməli, məsələn, qonaq sözünü qeyd edək burada. Birinci qayda deməli, müstəqil işlənərsə və ya özündən sonra samitlə başlayan söz
və yaxud da şəkilçi gələrsə, bu zaman nə baş verir? Q, x kimi tələffüz olunur. Yəni, məsələn, qonaq sözünə fikir versəniz, müstəqil işlədək bu sözü. Tələffüz zamanı q, x əvəzlənməsi özünü göstərir. Qonaq şəklində tələffüz olunur. Müstəqil işlərinə fikir verdiksə, q, x əvəzlənməsi baş verir. Gəlin, indi samitlə başlayan hər hansısa bir söz və yaxud da şəkilçi əlavə edək. Deməli, qonaqlıq, üzr istəyirəm. Aha. Ki verdinizsə mən burada özündən sonra nə artırdım? Samitlə başlayan şəkilçi əlavə etdim. Bu zaman tələffüz olunur qonaqlıq şəklində. Bu sözə fikir versəniz, sizdə işlənən sözün ortasında və sözün sonunda işlənən q hərfində fərqli tələffüz var. Amma təbii ki, burada q-nın fərqli tələffüzlərində də səbəblər fərqlidir. Sizə nümunə kimi desək ki, ikinci q-nın x kimi tələffüz olunmasının səbəbi nədir? Bu zaman qeyd edirsiniz ki, özündən sonra samitlə başlayan şəkilçi işləndiyinə görə mən q-nı x kimi tələffüz etdim. Amma sözün sonunda gələn q-nın x kimi tələffüz olunmasının səbəbi nədir? Qeyd olunsa, siz deyirsiniz ki, söz müstəqil işlənib. Ona görə də mən bu zaman biz sözdə 40 əvəzlənməsi özünü göstərir. Yəni fikir verirsiniz, səbəblər fərqlidir. Yəni tələffüzdə eyni özünü göstərsə də, eyni 40 əvəzləməsi özünü göstərsə də, burada əmələ gəlməz səbəbləri fərqlidir. Biri özündən sonra samitlə başlayan şəkilçi əlavə olunur deyə x kimi tələffüz olunur. Digəri isə söz müstəqil işləndi deyə 40 əvəzlənməsi kimi tələffüz olunur. Daha sonra gəlin ikinci qaydaya baxaq. İkinci qaydamız bizdə nədir? Sözün sonu q ilə bitən çoxhecalı milli sözlərə siz saitlə başlayan hər hansısa bir söz və yaxud da şəkilçi əlavə etsəniz, bu zaman sizdə q əvəzlənmə sözünü göstərir. Məsələn, qonaq sözünə mən saitlə başlayan bir şəkilçi əlavə edirəm. Fikir versəniz, bu zaman yaranan fərq həm yazılışda, həm də tələffüzdə özünü göstərir. Bu hadisə sizdə eyni bayaqlarım k-dan sonra, sözün sonu k ilə bitən sözdən sonra saitlə başlayan şəkilçi əlavə etdiyiniz hadisə ilə eynilik təşkil edir. Qonağa şəklində yazılır. Eyni ilə qonağa şəklində də deməli tələffüz olunur. Fikir versəniz, q əvəzləmə sözünü göstərir. Gəlin indi bu sözə saitlə başlayan söz əlavə edək. Məsələn, yazaq bura sizin üçün qonaq otağı. Fikir versəniz, bu birləşmədə elə hər iki qaydaya siz toxunmuş olursunuz. Niyə? Fikir versəniz, otaq sözündən sonra siz saitlə başlayan hər hansısa bir şəkilçi əlavə etdiniz. I şəkilçisi əlavə etdiniz. Bu zaman həm yazılışda, həm də indi fikir versəniz, tələffüzdə qığı kimi qalır. Amma qonaq sözündən sonra siz otaq, saitlə başlayan söz əlavə etdiyinizə görə bu zaman yazılışda q qalır. Tələffüzdə isə nə baş verir? Q əvəzlənməsi özün göstərmiş olur. Deməli, ki verilirsə, qonaq otağı şəklində də tələffüz olunur. Daha sonra sizdə sonu q hərfi ilə bitən çoxhecalı bir qrup alınmaz sözlərimiz var ki, bu sözlərdə deməli müstəqil işləndiyi zaman q işlıq kimi tələffüz olunur. Gəlin baxaq. Üfüq sözü sizdə alınmaz sözdür. Müstəqil işləndiyi zaman tələffüz olunur üfüq şəklində. Q işlıq kimi tələffüz edirsiniz. Və yaxud da dialoq sözünə diqqət etsəniz, burada arasına i-a hərf birləşməsi olduğuna görə arasına y səsini əlavə verirsiniz, y samitini. Sözün də alınma olduğuna görə sonunda sizdə q işlıq kimi tələffüz olunur. Siz bu tipli sözlərə özündən sonra samitlə başlayan söz və yaxud da şəkilçi əlavə etsəniz, q işlıq kimi tələffüz olunacaq. Məsələn, üfüq sözünə siz üfüqdən şəklində, dandən samitlə başlayan şəkilçi əlavə etdiyiniz zaman q işlıq kimi tələffüz olunur. Üfüqdən şəklində tələffüz olunmasına rast gəlirsiniz. Bu tipli sözlər, amma yəni alınmaz sözlərə siz saitlə başlayan hər hansısa bir söz və yaxud da şəkilçi əlavə etsəniz, bu zaman isə yazılışda heç bir fərq əmələ gəlmir. Məsələn, məntiq sözünə baxaq və yaxud da üfüq sözünü qeyd edə bilərik burada. Üfüqə fikir versəniz, heç bir fərq əmələ gəlmir. Üfüqə və yaxud da söz artırmışıq, məntiq oxumaq birləşməsində özündən sonra saitlə başlayan söz gəldi, amma tələffüz zamanı q tələffüzündə heç bir fərq özünü göstərmir. Bir də istisna məqam kimi yadda saxlayın ki, uşaq sözü sizdə alınma sözdür. Amma
Bu söz sizdə alınma sözü olmasına baxmayaraq, təbii ki, alınma sözlərin qaydasına uyğun deyil. Baxın, yuxarıda sizdə milli sözlərin qaydası var. Yəni izah elədik ki, əgər müstəqil işlənərsə qı kimi və yaxud da samitlə başlayan söz və yaxud da şəkilci gələrsə, qı əvəzləmə sözünü göstərir. Saitlə başlayan şəkilci və yaxud da söz əlavə olunduqda isə qı deməli ğı əvəzlənmə sözünü göstərir. Uşaq sözdə baxın milli sözlərdəki kimi o qaydaya uyğun olaraq dəyişir. Yəni alınma sözü olmasına baxmayaraq siz bu sözü də nə edirsiniz? Alınma sözlərin qaydasına uyğun olaraq dəyişmiş olursunuz. Deməli, fonetika haqqında sizə izah edəcəklərimiz bu qədər. Digər hər hansısa bir xırda məqamlarımız qaldısa, bunları da digər video izahlar üzərindən sizə qeyd edəcəyik və yaxud da test izahlarında açıq şəkildə izah olunacaq.